Salam dostlar. Mən 3 gündür məktəbə getmirdim xəstə olduğuma görə. Dərslər yığılmışdı. Mən də dedim bu gün eləyim. Çünki sabah gedəcəyəm. Düzəlmişəm artıq. Mən də düşündüm ki, bu qədər dərs olmuşkən sizə də bir dərs çalışma vlog çəkeyim. Onda başlayaq. Birinci Azərbaycan dilindən başlayacağam. Yeni dərs keçibdilər uşaqlar. Yəni mən gəlmədiyim zaman bir dəqiqə hanı o dərs. Bu dərsi keçibdilər. Zaten mən buraları işləməmişəm. Gərək onda buraları işləyim, sonra bu dərsi oxuyum. Belə göstərim. Bu dərsi oxuyum, bir də buradakı tapşırıqlarını yerinə yetirim. Hələ iş dəftərdə işləməliyik. Onda başlayaq. Dəftərə seçməliyəm. Bu arada dostlar, mən belə bir şey düzəltmişəm. Biraz pis olubdu. Baxın, belə bir çiçək. Belə buketə də qoydum. Belə oldu. Belə bura qoydum, çünki başqa yerim yoxdur. Belə. Dəftərim budur, Azərbaycan dili. Dostlar, mən buranı belə yazıb qutardım. Belə oldu. İndi buranı oxuyacağım, bu mətni, sonra da tapşırıqları işləyəcəm. Amma indi görürəm ki, burada başda da tapşırıqlar var. İndi onları yazmalıyam. O tapşırıqları da bitirdim. İndi artıq oxumağa başlayıram. Dostlar, mən oxudum da, bunları yazdım da. Düzdür, müəllim demişdi, iş tərəflərindən də işləyə bilsəz işləyin, amma mən işləyə bilməyəcəm, çünki hələ çox dərs var. İndi keçək riyaziyyata. Riyaziyyatdan mən zaten biraz qabaqdaydım. Onlar şu anda buradadılar. Mən isə zaten buranı qutarmışdım. Buranı da tez yazacağım, zaten bunların həllini bilirəm. Yox, hələ yox, hələ bundan bu qalıbdır. Bunu yazacağım. Bunları yazacağım. Bir də buradan 8-ə qədər yazıblar, amma mən 10-a qədər yazacağım. Belə. İndi bunları yazım. Artıq çəkməyəcəm yazarkən, çünki çox sıxıcı olur. Hələ coğrafiya var. Coğrafiyanı oxuyanda çəkərəm. Hələlik sağ olun. Dostlar, riyaziyyatı da bitirdim. İndi coğrafiyadan oxuyacağım məkanın miqyasını. Dostlar, mən bunu da belə oxudum, bitirdim. Yəni, dərs çalışma vloqum bu qədər idi. Sağ olun.